Sözdələn, sözdən səs gəlir. Sözdələndə Üzeyir Hacıbəyovun uşaq məqaləsini sənə danışıram. Məqalə 1911-ci il 27 iyul tarixində Molla Nəsrəddin jurnalının 27-ci nömrəsində dərc olunmuşdu. 2010-cu il 14 avqust tarixində isə 525-ci qəzetin 20-21-ci nömrəsində dərc olunub. Məqaləni ərsəyə gətirən Azərbaycanın görkəmli alim və mətbuat tədqiqatçısı Şirməmməd Hüseynovdur. Məqalənin elektron mətni Azərbaycan Milli Kitabxanasının elektron məlumat bazasından götürülüb. İstəyirəm sizə bir-iki kəlmə söz deyəm. Amma özünüz bilirsiniz, bizdə bir adət var ki, böyüklər yanında kiçiklər danışmaz. Mən də indi istəyirdim sizə bir-ikicə söz yazam, amma vallah çox qorxuram. Çünki siz bir qoca və molla kişi, mən bir dünənki uşaq. Necə ola bilər ki, oturam sizlə adam kimi danışam? İndi mən öz yanımda belə qələt eləmişəm ki, gərək böyüyüb, lap yekə oğlan olana kimi gözləyim, heç danışmayım. Amma bircə dərd burasındadır ki, bilmirəm mən bu zəhrimar kiçiklikdən və dünənki uşaqlıqdan nə vaxt qurtula biləcəm. Çünki sən əgər 25-30 yaşında da olsan, yenə özündən 5 yaş böyük adamın yanında lal olasan. Ələlxüsus ki, bəy, xan və dövlətli olmuş ola. Çünki hər halda sən kiçiksən, böyüyə hörmət lazımdır. Əgər mümkün olsaydı, mən sizdən 2 kəlmə söz soruşardım. Əvvəl onu soruşardım ki, görəsən heç qaranlıqda işıq ola bilərmi, ya yox? Biz indiyə kimi görmüşdük ki, işıq bir elə qüvvədir ki, həmişə 4 tərəfini aydın eləyir. Hər şey aşkar görünür. Amma bizim şəhərdə bir işıq çıxıb. Öz ətrafı hələ qaranlıqdır ki, göz gözü görmür. Bu da bir belə qəribə işıqdır. Əvvəl Avropalılar elə bilirdilər ki, bu təzə çıxan işıq yəqin rentgenin tapdığı işıq kimi və ya radidən əmələ gələn işığa bənzəyir. Sonra gördülər, xeyr, bu da bir cürə işıqdır ki, özü gözə görünmür və ətrafında olan şeyləri də adamı açıq göstərir. Və dörd bir yanına elə işıq saçır ki, nəinki üzərində olan şeyləri, hətta insanın bədəninin içində olan sirri də göstərir. Bu günlərdə Avropadan buraya bir neçə alimlər gəlmişdilər ki, görsünlər ki, bu təzə tapılmış işıq nə cür şeydir. Amma nədənsə onlar burada çox qalmayıb, qoyub vətənlərinə getdilər. Belə deyirlər ki, həmin Avropalılar nə qədər çalışdılar, bu işığın nə cür möcüzə olduğunu heç başa düşə bilmədilər. Kafirlər elə bilirlər ki, biz elə həmişə onların icad elədiyini başa düşməyəcəyik. İndi gəlsinlər görək onlar da bizim aramızda təzə-təzə çıxan şeylərdən başları çıxırmı? Vallah ki, heç 100 ildə çabalasalar bir şey qanmazlar. Onlar hələ getsinlər qanqal otlamağa. O ki qaldı biz də vallah əvvəldən çox sevinirdik. Və dedik, ilahi sənə şükür, biz də axırda təzə bir belə yaxşı şey icad etdik. Çünki zindanda olanı azadlıq, qaranlıqda olana əlbəttə işıq lazımdır. Sevindik ki, bəli, zülmətdə qalmış bacılarımızın üstünə bir gün düşdü. İnşallah bunları zülmətdən və zindandan xilas edib işıqlığa çıxardar. Bəli, biz belə bildik. Amma qəzanın işi özgə imiş. Yenə bir iş də var, onu da sizə indi deyirdim. Ancaq atam mənə öyrədib ki, uşaq çox danışmaz. Ona görə indi gərək kiriyim, lal olam, mal olam. O vaxtda ki, lap böyük olam, onda yenə sizdən bir şey soruşacağam. Soruşacağam ki, Molla baba, məni başa sal görüm, nicat sözü nə deməkdir? Bilmirəm valla doğrudurmu, amma burada bir para adamlar deyirlər ki, nicat, yəni günün günorta çağı, nə təhər adam olur qoy olsun, alladıb öz evinə salıb, yaxşıca döyüb, baş qulağını əzib yola salmaq. Bax, əsl nicat bundan ibarətdir. Çünki bilirsinizmi, adam döyüb hirs soyutmaq, adamı qanına bulaşdırıb intiqam almaq, bizim aramızda ata-babadan qalma və müqəddəs bir adətdir. Buna görə də adam baş qulağı əzməyə, təəccüb eləmək heç lazım gəlmir. Çünki bu da bu cür nicatdır. Bəli, Molla baba, belə şeyləri sizdən xəbər almaq istəyirəm. Nə fayda ki, hələ biraz uşağam. Allah qoysa lap qocalanda bu şeylərin hamısını sizlə danışaram. Amma indi gərək kiriyəm. Çünki
Böyüklərə hörmət lazımdır. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Ko-fi platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.